Elsəvər müəllim, xoş gəlmişsiniz. Salam aleykum, xoş gördük. Elsəvər müəllim, biz bugün elə bir mövzudan danışdıq ki, doğrudan da çox maraqlı bir mövzuydu. Yəni, dostlar daha çox nəyi bacarırlar və bu məşğul olduqları sahədə hansı uğurları, hansı nailiyyətləri var. Və mən gördüm ki, dostlar rəqsi də çox yaxşı bacarırlar və buna çox böyük maraqları var. Bir rəqs müəllimi kimi niyə uşaqlar rəqslə məşğul olmalıdırlar? Rəqs onlara nə qazandıracaq? Mən özüm 20 ildir rəqs müəllimi işləyirəm. Uşaqlarımızın rəqsə gələn məqsədləri ən əsas birinci uşaqların sağlamlığı, yəni bütün idman növlərində olduğu kimi, sonra uşaqların öz sosiallaşması, əhatəyə belə siz kimi gözəl təşkil olunmuş verilişlərdə özlərini nümayiş etdirməsi, sağlamlıqdan əlavə uşaqların bir-biri ilə dost dolaşması, yəni bu böyük bir səbəblərdir. Uşaqlar rəqsə yazılanda əksəriyyəti, məsələn bizdə olurdu, valideynlər müraciət edirlər, uşaqların bellərinin əyilməyi olur, yəni əzələ problemləri olur. Bu rəqslər bunu düzəldir. Bundan əlavə onlar efirə çıxdıqca, dövlət konsertlərinə çıxdı, daha da fəallaşır, daha da yəni stimullaşır, daha da yəni gənc fəal böyüməyə nail olurlar. Həm də rəqs bir kollektiv sənət növüdür. Onlar birlikdə olmaq, birlikdə fəaliyyət göstərmək, bu xüsusiyyətlərə yiyələnirlər və bu da çox önəmlidir. Özlərinə çoxlu dostlar tapırlar, rəqsə gəldikcə bir-biri ilə yəni dost dolaşırlar və əhatələri genişlənir. Yəni hər hansı bir efirə gedəndə özlərini sərbəst salır. Bu uşağın böyüməyində daha çox gözəl bir rol oynayır. Çox gözəl. İstəyirəm sizin bəzi üzvlərinizlə bir yaxından tanış olaq. Görüm dostlar kimdir, neçə müddətdir bunlar rəqslə məşğul olurlar. Adı nədir? Nur. Nur, neçə yaşın var? 6. Neçə yaşından sən rəqsə yazılmısan? 1 il 3 ay. 1 il 3 aydır rəqslə məşğul olursan. Ən çox hansı rəqs növündə, bax, milli yoxsa müasir rəqsdə özünü belə sərbəst hiss eləyirsən, xoşun gəlir? Milli. Millidə. Çox gözəl. Sənin adın nədir? Nigar. Nigar, neçə yaşın var? 11. Aha, sən neçə ildir məşğul olursan? 2. Aha. Müəllim bəzi hərəkətləri yaxşı icra eləməyəndə müəllim səni çox da anlamır. Başa salır hamısını, hə? Böyüyəndə bu rəqsi davam elətdirəcəksən, yoxsa? Bəli, davam Çox edəcəm. gözəl. Sonra. Sən, hə? Gəl bura. Yaxın gəl, gəl. Adın nə idi sənin? Uğur. Uğur. Nə gözəl adın var. İnanıram ki, səhnədə həmişə uğur qazanacaqsan. Uğur, sənin neçə yaşın var? 8. 8 yaşın var. Böyüyəndə rəqsi davam edəcəksən, yoxsa? Aha. Neçə müddətdir rəqsə gəlmisən? 6 aydır. 6 aydır. Bir dəyişiklik hiss edirsən özündə? Arıqlamısan, yoxsa? Arıqlamısan, hə? Özünü yaxşı hiss edirsən, hə? Çox gözəl. Sonra? Kim? Hansı? Hə, adın nədir? Emin. Emin, neçə yaşın var? 8. 8. Sən neçə müddətdir məşğul olursan? 2 ay. 2 aydır. Hə? Hansı rəqsdə oynayırsan Emin? Milli. Milli rəqsdə. Emin, şənliklərdə oynayırsan rəqsdə? Xoşları gəlir? Aferin. Hansı? Kimdir? Ay! Adın? Fidan. Fidan, neçə yaşın var? 10. Çox gözəl. Fidan, hansı rəqslər oynayırsan? Milli yoxsa müasir? Milli. Kim yazdırdı səni rəqsə? Dedi ki, Fidan, rəqslə məşğul ol, rəqs çox gözəldir. Mənim anam. Anan. Amma çox yaxşı eləyib. İndi görürəm ki, sənin boyun, buxunun, bədən quruluşun rəqsə gələndən sonra yəqin ki, düzəlib, Elsəvər müəllim. Çox gözəl. Hansı sahədə çalışırsınızsa çalışın, sevgi ilə həmin sahəyə yaxınlaşın, yanaşın və o sahədə uğur qazanacaqsınız. Həm idmanda, həm incəsənətdə, müxtəlif sahələrdə inanıram ki, uğur qazanacaqsınız. Əsas odur ki, sevginiz olsun, sənətinizə, peşənizə, o sahəyə öz sevginiz olsun, məhəbbətiniz olsun.